Gəlin bu saat baxaq. Deyir, bərabər hədlər çox mənfi 5 aralı olarsa emin hasil istəyir. Baxın, gəlin birinci neyləyək? Baxın, gəlin birinci bir interval, birinci bir ədəd qeyd eləyək və aralığı da qeyd eləyək. -2, 5, verifdir deyə qeyd edim və intervallara ayıraq. Və bir də yadınızda saxlayın ki, hər dəfəsində deyirəm, əgər x kvadratın əmsalı müsbətdirsə də bu zaman müsbətdən başlayır, mənfiyə doğru gedir. Bu şəkildə. Digər tərəfdən bizə baxırıq ki, 0 böyükdürsə də, deməli bizdə mənfi hissəni götürməliyik. Yəni bura. Deməli elə bizim ədədimizin, yəni verilənin kökü elə -2 ilə 5 olacaq. Çünki bizdən mənfi istəyir. Mənfi də bu hissədir. Yəni deməli elə bunun kökü -2 ilə 5-dir. x1-ə -2 versək, x2-yə də müsbət 5 versək. Digər tərəfdən m plus 1 istəyir. Buradan biz bilirik ki, x1 vuraq, x2 bərabərdir n-ə, o da bərabərdir -2 vuraq 5-ə, yəni -10-a. Digər tərəfdən x1 plus x2 bərabərdir -m plus 1-ə, yəni burada olan əksini götürürdük. Diqqətli olun. Burada da eləyir -2-nin üstə 5 gələndə eləyir 3-ə. Buradan n-in qiymətini -10 tapdıq. M-in qiyməti də m plus 1 bərabərdir -3, m də bərabərdir -4-ə. Deməli, m-in də qiymətini tapdıq -4. N-in də qiymətini tapmışdıq -10. Bizdən də hasil istəyir, yəni m vuraq n istəyir. -4 vurulsun -10-a, o da eləyir mənfiyə dəyər müsbət 40. Müsbət 40. Tamam, cavabımız da 40-dır.